İcra Hakimiyyətinin əməkdaşları yasamaldakı böyük çinar ağaclarını kəsə bilmək üçün müxtəlif yollarla onların kökünü qurudur və bu bəhanə ilə yaşıllıqları məhv edirlər. Bu barədə məlumatı Yasamal sakini jurnalist Fima Rasim qızı ictimailəşdirib. Ağacların məhv edilməsini lentə alan sakinin sözlərinə görə bu qayda ilə artıq 3-cü böyük ağacdır ki, kəsilir. Məsələ ilə bağlı İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq, lakin İcra Hakimiyyətinə etdiyimiz zənglərin heç birinə cavab verən olmadı. Qeyd edək ki, Yasamal rayonunda yaşıllıqların məhv edilməsi, səkilərin və boş ərazilərin obyekt sahiblərinə satılması uzun müddətdir ki, sakinləri narahat edir. Bununla əlaqədar dəfələrlə şikayətlər edilib və məsələ ictimailəşdirilib. Lakin problem həllini tapmayıb. Yasamal rayonunda yaşıllıqların məhvi, səkilərin zəbti davam edir. Xatırladaq ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur. O bu vəzifəni 2019-cu ildən icra edir. Tribuna Infoya daxil olan məlumata görə isə Yasamal rayonu ərazisində ağac kəsilməsi ilə bağlı yayılan iddiaları polis araşdırıb. Ağacın güclü külək nəticəsində aşması və bu səbəbdən təhlükəsizliyin məqsədi ilə aidiyyatı qurum tərəfindən aparılması müəyyən edilib.